Allah fikir verin münacat vaxtını səhər vaxtı qərar verib, yəni gecədən səhərə yaxın. Orada heç bir kənar vasitə yoxdur sənin diqqətini çəksin, məşğul eləsin. Sənsən və özünsən. Durmusan, yuxudan bir gözün yumula-yumula gedirsən, deyib bu vaxtı təfəkkür elə. Burada nə vaiz var, nə məclis var, nə məscid var, nə ki sənə kənardan istiqamət versin. O vaxt adam nə düşünə bilir? Ancaq düşünə bilir ki, tez qılım gedim, təzdən yatım. Başqa bir düşüncə olmur. Yerdən durub namaz qılmağa beyində ancaq budur ki, bəzi adam eşitmişdim ki, gözünü tam açmır namazda ki, yuxum qaçmasın. Ya gözü yumulu ilə qılır ki, sonra yuxum qaçacaq. O zamanda insanın düşündüyü şey ancaq və ancaq yatmaqdır. Belə məqamda deyir ki, özün özü daxildən təhrik elə, düşüncəvi özün idarə elə. Heç bir kənar təsir olmadan insanın hər hansı bir şeyə öz iradəsi ilə diqqət yönəltməsi böyük məharətdir, üstün bir qabiliyyətdir. Allah tərəfindən çox yüksək dəyərləndirilir.